Salam, hər vaxtınız xeyir. 6 stəkan un, 1 yemək qaşığı tam dolu deyil də normal duz, bir dənə də yumurta vurub gürcü xəncəlində xəmiri yoğurdum. Yəni çox yumşaq xəmir deyil, möhkəm basanda yəni içinə batır, amma ki, yəni belə normal basanda o qədər də yumşaq deyil. Gürcü xəncəlinin xəmiri biraz möhkəm olmalıdır. O da ki, ət hazırlamışam. Prosto quyruğum yox idi. Ətdir, kişnişdir, biraz da petruşka, soğan, duz, istiot, paprika. Xəmirimi bu formada kündə elədim. İndi bu birisiləri də kündə eləyəcəm. İkinci dəfə bişirirəm gürcü xəncəlini. İkinci dəfəyə görə çox qəşəngdir, həqiqətən. Yəni, ikinci dəfə bişirirəm mən. Xəmirimə görə yekə balaca dəyişir. Get-gedə ölçüləri, həm də ki, görünüşünü dəyişdim. Sifdə bayaq çəkdim, sonra bu, belə bükdüm. Belə get-gedə də formasını dəyişirəm. Yəqin ki, ikinci dəfəyə görə ən qəşəng bu görünür. Çox xoşuma gəldi. Əsas odur, dadı qəşəngdir.